فاسألوا أهل الذكر إن كنتم لا تعلمون. Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. Allah subhanahu wa ta'ala Kur'an-ı Kerim'de buyurur ki İnnallaha ve melaiketehu yusalluna alen nebi. Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat deyirlər. Ya eyyuhellezine amanu sallu aleyhi və sellimu təslimə. Ey iman gətirənlər, siz də ona salavat və salam deyin. Və Rasulullah sallallahu aleyhi ve sellem hədisində buyurur ki İnne xeyra eyyamukum yevmul cum'a. Həqiqətən sizin günlər arasında ən xeyirli gün cümə günüdür. Fəəkthiru fihəs-salat aleyyə. O gündə mənə salavat deməyi çoxaltın. Çünki salavat demək Peyğəmbər sallallahu əleyhi və səlləmə hər salavata görə 10 dəfə dərəcə artır. Dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "Mən sallə aleyyə salatan sallallahu aleyhi biha 10." Kim mənə bir salavat deyərsə, Allah ona 10 salavat deyər. Yəni Allah onu 10 dəfə mələklər arasında tərifləyər. Başqa hədisdə Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, kim mənə bir salavat deyərsə, Allah ona 10 həsənət yazar, 10 günahlarını silər və 10 dərəcə onu yüksəyə qaldırar, dərəcəsini qaldırar və 10 dəfə də onun dediyini təkrar edər. Yəni onu mələklər arasında tərifləyər. Onun üçün də bugün cümə günüdür. Rasulullah sallallahu əleyhi və səlləmə salavatı çoxaltın. Subhanakallahumma hamdik və əşhadu an la ilahe illa ent və estəğfiruka və etûbü ileyk. Kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın.